Salam değerli əziz izləyicilərimiz. Bugünlər Binə qəsəbəsində orta Astanovka deyilən orta dükkanın yanı Neon Marketin tam yaxınında asfalt yoldan gördüğünüz kimi bir 15 metr məsafədə 4 sotda sizin üçün şəxsi bir evin təqdimatına gəlmişik değerli dostlar. Evimiz qəşəng, hündürdür, kürsülüdür. Şəxsi evdir, böyük evdir, 4 otaqlı evdir. Gördüğünüz kimi qəşəng səliqəlidir. Evimizdə bir dənə biznesmen yeri değerli dostlar. Kim istəsə çox uduşlu variantdır dostlar. Həqiqətən də çox qaçılmaz bir variantdır. Bu evimizin yan tərəfidir dostlar. Değerli dostlar, burada ilk olarak siz sexlə tanış edəcəm. Evimizin bu alt hissəsində böyük belə bir sexdir. Sexlə də satılır. Yəni istəyən olsa inşallah aparatı ilə bərabər hər bir şeylə gördüyünüz kimi qəşəng böyük sexdir. Çok güzel uduşlu variantı dostlar. Kimsə istəsə bu biznesmeni devam elətdirə bilərlər değerli dostlarımız. Aparatlar hər bir şeydə qalır. Təbii ki, aparatsız da sizə qiymət deyiləcək və aparatla da sizə qiymət deyiləcək. Hal-hazırda evimizdə də yaşayış var. İnşallah burada kombisi buradadır değerli dostlar. Gazımız, işığımız, suyumuz. İşığımız 3 fazadır. Suyumuz da şirin sudur. Sayıq ağacına kimi hər bir şey var. Belə də əlavə olaraq quyu suyu da var değerli dostlar. Qalxağın sizi Allah'ın köməyi ilə bir dənə burada bir dənə belə bir qonaq otağımız var. Qəşəng geniş istirahət otağı deyək də. İstirahət otağıdır. 160 nömrəli avtobusdan düşdünüz. İnşallah. Belə deyim də 1 dəqiqə yarım evdəsiz. Bu evimizin yuxarıdakı istirahət otağıdır. Değerli dostlar, bir dənə işıq yerini tapım mı? Ha, tapdım. Bu bizim yuxarıdakı istirahət otağımızdır. Qəşəng, geniş. Burada özün üçün belə bir divanı, kreslosu, televizoru zadı, hər bir şey. Çox gözəl, səliqəli evdir. Təmirli evdir, giryaşadır. Keçən indi evin digər otaqlarla sizi tanış edeyim. Değerli dostlar. Değerli izleyicilerimiz, hazır biznesmen, hazır biznes diye biznesmen deyirəm, hazır biznes. Hem yaşayış, hem belə qəşəng özün üçün sexin, inşallah daxil olur evə. Girişdə belə bir koridordur, mətbəx beləncədən gözəl, səliqəli. Müəyyən əşyalar da qalır değerli dostlar. Dedim, bəri başdan deyim. Buradan bizim geniş belə bir yataq otağımızdır dostlar. Çox qəşəng geniş yataq otağıdır. Burada da inşallah keçəyin. Burada bir dənə ikinci yataq otağımızdır. Və burada bizim üçüncü yataq otağımızdır. Burada da bizim sanitar ve sanuzel qovşağıdır. Asma tavandır değerli dostlar. Değerli dostlar, sizə məlumatı belə bildirim ki, evimiz belə vəziyyətdə, yəni sexi çıxmaq şərti ilə, aparatları çıxmaq şərti ilə evimizin qiyməti 170 bin manata deyilir. Amma aparatla bərabər necə görürsə qalır. O vəziyyətdə də evimiz 200 binə deyilir. İnşallah gəldiyinizdə yenə real alıcı ilə danışıb razılaşa bilərsiniz. Allah alanı satanda xeyir versin. Sağ olun, var olun.